Deməli, bəzi sürücülər bizə yazırlar ki, bəs mən elə təkər istəyirəm ki, təkərin üstündəki yazısı, onun adı iri, gözə çarpan, ağ rəngdə əməli başda əks olunsun. Amma biz Radius Təkər Mərkəzində maraqlandıq. Bu, hər şinlərin hamısında olmur. Ümumiyyətlə, bu sahə üzrə BF Goodrich ən ixtisaslaşmış firmadır və gördüyünüz kimi belə şinlər var. Amma bu yazı hər təkərdə olmur. Misal üçün, kütləvi aldığımız təkərlərdə deyirik ki, adam gəldi ki, mən istəyirəm ki, ağ yazılı olsun. Belə bir seçimimiz yoxdur. Niyə yoxdur? Bu barədə indi biz ayrıca danışacağıq. Cavid bəy bizə geniş izah verəcək, eşidərsiniz. Amma yəni, belə bir təkər nümunəsi var. Sadəcə biz sizə həm də göstərmək istəyirik ki, bu təkər nümunəsi elə belə olur. Yəni, off-roader təkəridir. Daha çox, məsələn, o ciplərdə, nə bilim, deyək ki, Toyota'nın F2 kimi modellərində biz görürük ki, hə, belə şinlər var. Amma kütləvi olaraq, bax, bu təkərlərin heç birində ağ yazılı olmur. Hamı istəyir olsun. Amma niyə olmur? Gəlin indi o suala cavab axtaraq. Amma bu təkərin təyinatı ümumiyyətlə imkan vermir ki, biz bunu götürək, şəhər rejimində sürək. Və ona görə də bu belədir. Amma niyə belədir? Daha ətraflı indi bizə Cavid bəy danışacaq. Cavid bəy, sual oradan yarandı ki, dinləyici bizə sual verdi, efirə yazdı ki, bəs mən Mercedes idi deyəsən, təkər almaq istəyirəm, amma istəyirəm ki, məndə onun üstündəki yazı, məsələn, Michelin ağ olsun yazı. Sual oradan yarandı və biz ondan sonra başa düşdük ki, doğrudan da bizim bu qədər də çox seçimimiz yoxdur. Niyə yoxdur və ümumiyyətlə bizdə yoxdur, yoxsa ümumiyyətlə dünyada bu belədir? Buradan başlayaq ki, ümumiyyətlə yazı və rəng məsələləri brendlərin seçimində, istehsal seçimində 8 növ xarakter daşıyır. Və bu seçimlər əsasən SUV və off-road modellərin, all-terrain yaxud da palçıq təkərləri arasında fərqlənir. Məsələn, biz görürük bu slaydda Yokohama, Michelin, Goodyear, Goodrich, BF Goodrich brendlərinin arasında müxtəlif növ yazı növləri var. Gəlin, ümumiyyətlə yazı növlərinə toxunaq. Yazılar ya ümumiyyətlə qaradır, ya qabarıq qaradır, ya konturlu, içi qara və kənarında ağ xətlərdir, ya daha nazik xətlərdir, yenə də kontur, və yaxud içi full dolu ağ rəngdə olan bir qabarıq yazılardır. Ən çox bu tələbat var, siz demək ki, düzdür. Və yaxud da kontur var, amma heç bir rəngdən istifadə olunur, və yaxud olunmur, və yaxud da kontur var, rəngdən istifadə olunmur, içində xətlər var. Və yaxud da bu xətlər diagonal və yaxud da paraleldir. Bu cür fərqlənir bu yazılar. Yəni, bu ümumi mövcud olan növlərdir. Ümumi mövcud olan bütün şinlərin arasında olan yazı. Yəni, əsasən brend və marka yazılarıdır. Digər yazılarda bu özünü göstərmir adətən. Gəlin, biz mövzumuza qayıdaq. Mövzumuzda biz rəng və qabarıqlığı əgər qeyd eləsək, bəzi şirkətlərin, məsələn, BF Goodrich'in timsalında götürsək, onlar tam ağ yazılıdır və həmçində qabarıqdır ki, bu həm bir 3D effektini verir və həm də uzaqdan görünüş verir və yaxud konturlu, yəni ağ konturlu, daxili qara olan yazılardır və yaxud da ümumiyyətlə qara yazılardır. Bizim indi gördüyümüz BF Goodrich nümunəsində siz dediniz ki, o əslində ağdır. Biraz indi belə yaşlılar çalır, amma o biraz bir-iki dəfə avtoyumadan sonra o artıq bildiyimiz ağ rəngdə BF Goodrich olur. Düzdür, bu belə baş verir. Ümumiyyətlə mavi qoruyucu qatdır. Bunun adı mavi qoruyucu qatdır. Çünki daşınmalarda, ambar şəraitində saxlamalarda qara rezin kütləsinin ağ yazıya sürtünməsi həmən o rəngin ağa sirayətinə səbəb ola bilər. Bu daha yaxşı qorunsun deyə saxlanma şəraitində buna yüngül bir mavi qat, mum qatı çəkilir üzərində. Sonra montaj zamanı bu mum qatı asanlıqla yuyulur gedir o. Süngərlə yuyulur, bəli. Bax, indi məsələn, belə bir Dunlop mən istəyirəm və seçimlərin içində niyə o yoxdur? Dunlop'a gəlincə, Dunlop belə bir həll yolu təklif edir.
gördüyünüz kimi şinin bir tərəfi qabarıq ağ yazılardır, həmən şinin digər tərəfi qara yazılardır. Yəni bu həll yolu bunun üçündür ki, siz istəsəniz öz seçiminizlə şinin bir tərəfini, simmetrik şindir təbii ki, bir tərəfini istifadə edə bilərsiniz. Əgər sizin zövqünüz belə yazılara, ağ yazılara və yaxud dedik ki, bu əslində mavi deyil, göy deyil, ağdır. Bu ağ yazılar daha çox meyillisinizsə, şinin digər tərəfini montaj edəcəksiniz. Zövqə görə hətta ara sıra dəyişə də bilərsiniz. Amma bu variant varmı indi bu dəqiqə satışda? Əlbəttə ki, bəli, satışda var. Radius bunu təklif edir və biz indi onu showroomda görə də bilərik. Mən göstərəcəyəm hər iki tərəfində və bunun dəyişmə metodları. Bax, biz belə bir təkər istəyirik. Bəli, bu bizdə mümkündür. Bu əla. Amma yenə də bunlar deyirsiniz ki, sedanlar üçün yoxdur. Sedanlar üçün bu həll yolu, bu şirkətlərdə sedanlar üçün həll yolu yoxdur. Mən qeyd etmək istəyirəm ki, bəzi şirkətlər vaxtilə və indi də, bu gün də bir şirkət mən sizə təqdim edim ki, bunu edir. Bu şirkət indiki zamanda Prinks şirkətidir. Prinks şirkəti öz modelinin üstünlüklərini qabarıq şəkildə müştərilərə son istifadəçiyə göstərmək üçün 3D həlli yolunudur bu. Əslində bu 3D printdir və bu 3D-nin qarası da var. Əlbəttə ki, qarası da var. Amma əladır da, bax görürsünüz. Amma bu halda mən bu iki misalı sizə göstərirəm ki, bu halda rəngli bir colored qara 3D printdir. Qarası da var 3D printin və colored var. Bu iki misalda rənglidir. Bu görünüş verir. Bəli, bu sedan təkərdir, kiçik razmeridir, kiçik ölçüdür. Əladır. Bu yəqin Çindir. Bu bəli, Çindir. Satışda var bizdə? Bizdə bu hələ ki yoxdur, amma biz ara sıra məsələlərə baxırıq, əgər tələbata uyğun olsa. Yox, tələbat məncə, mən düşünürəm ki, kifayət qədər tələbat olacaq. Tələbata gəlincə mən qeyd edeyim, vaxtı ikən 2024-cü ilə qədər Pirelli belə bir həll yolu təklif etmişdir. O Pirellinin Pizzero seriyasında bu kütləvi bir istehsal deyildi. Yalnız sifarişlə, yalnız müştəri sifarişi ilə, bildiyiniz saytdan sifariş etməklə, hətta məhdud seriyada yox idi. Ayrı-ayrı şəxslərə fərdi surətdə şinlərin rəngli yazılarını. O ancaq İtaliyada olardı da. Yalnız İtaliyadan və ixrac edirlər. Məsələn, siz yəni Azərbaycanda Əhmədin Pirelli zavoduna yazdığı Azərbaycanda, bəli, Azərbaycandan da olan bir Pirelli müştərisi sayta yazıb onu sifariş edib əldə edə bilərdi. Mən onu artıq Radiusdan istəyirəm də. Çünki Radius Pirellinin Azərbaycandakı satış mərkəzidir. Mən Radiusa deyirəm ki, mənə belə bir təkər gətirin. Bu halda Pirelli Pizzero bu seriyanı dayandırıb 2024-cü ildə axırıncı dəfə bir seriya. Amma düşünürəm ki, bu təkər sahəsində indi çox güclü rəqabət var da bu dəqiqə markalar arasında. Əla marketinqdə və yaxşı da satılar. Daha çox bunlar Azərbaycan əgər bazarını götürsək, bunlar daha çox tuning xarakterli bir məsələlərdir. Öz avtomobilini daha çox qabarıq surətdə cəmiyyətə təqdim etmək istəyən fərdlər bu həll yollarından da həmçinin həll etmək istəyir. Hətta yəni adam sport maşını sürür, onsuz da sport maşınında bu elementlər var da. Bəli, düzdür. Orada var. Bugün Çin maşınları kifayət qədər sürən var. Çin maşınlarının onsuz da görürsən ki, rəngarəngdir. Əvvəlki kimi biz yalnız ağ-qara seçmirik. Artıq bizdə bax bu tip, nə bilim, sarı, qırmızı, yaşıl rəngdə avtomobillər görürük də yollarda, narıncı və bu bizi cəlb eləyir. Və deyirik ki, əladır. Yəni heç kim ona komplekslə baxmır da, bu nədir, bu niyə belə maşın sürür? Xüsusən də xanımlar deyəcəklər ki, mən belə istəyirəm. Mən də şəxsən avtomobilimin dizaynı buna imkan verirsə, məsələn, məndə bir CLA Mercedes olsa sport, mən istəyərdim bundan olsun. Bəli, sport modellərə daha çox. Kontrast olacaq da. Düzdür, kontrast olacaq, daha çox qabarıq olacaq. Amma biz sport dedikcə, xüsusilə off-road sportu, off-road idman növü bizim daha çox ağlımıza gəlir və görürük ki, şirkətlərin, brendlərin, Çin istehsalçılarının off-road idman üslubunda sürülən və istifadə olunan və həmin o avtomobillərdə tətbiq olunan ölçülərdə biz bu rəngli yazıları görürük. Həmçinin burada Dunlop'u görürük və yaxud da Yokohama görürük, böyük ölçülər görürük. Beif Goodrich zaten off-road avtomobilləri üçün Çin istehsal edən Hələ məsələ ondadır da, adam avtomobilin ehtiyat təkərində onu rəngli görür. Məsələn, məndə Jeep Wrangler'də ehtiyat təkərin üstündə belə ağdır. Düzdür. Amma mən o təkərdən gəlib satışda tapa bilmirəm. Düzdür, mən o təkərin özünü də istəmirəm, çünki çox sərtdir, bildiyin dağ təkəridir. Amma mənim indi qoyduğum, tutaq ki, Dunlop 17 düymlük diskdir və Jeep Wrangler üçün qoymuşam onu. İstəyərdim ki, onun yazısı ağ olsun. O yaraşardı ona. Öz dediyiniz kimi, gördüyünüz kimi arxada Jeep Wranglerin arxasında ehtiyat təkərinin üzərində uzaqdan ya Wrangler ya Goodyear yazısı görünür. Bəli. Və bu halda istehsalçı brend şirkət
özünü də orada hamıya göstərir və təqdim edir cəmiyyətə. Təbii ki, orada qabarıq ağ hərflər və yaxud da konturlu ağ hərflər daha yaxşı cəmiyyətə təqdim olunur və bu uzaqdan da görünür. Amma indi mən indi götürüb reklamı. istənilən standart bir li avtomobilinin sürücüsü, məsələn, Michelin-i bayaq biz gördük də showroomda. İndi mən götürüm onu özüm elə belə necəsə üstünü ağardım. Onda yol polisi yəqin saxlayacaq ki, bu nədir? Bəli, mən belə düşünürəm ki, Michelin də buna iradə ola bilər. Çünki Michelin bu həll yollarından istifadə etmir. Hətta Michelin özü bəlkə məndən şikayət edir. Bəli, o daha çox belə smart bir toxunuş. Mən istəyirəm axı ki, o elə olsun. Məxməri toxunuş üslubundan öz marketinqi üçün istifadə edir. Onun öz həll yolları var. O Michelin yazısının özünün nə dərəcədə fərqlənməyə, başqa brendlərin yazısından fərqlənmə üslubu var. Məsələn, siz Michelin yazısına toxunsa, burada elə şəkli də var, toxunsanız görsəniz, orada bir məxməri bir toxunuş hiss edəcəksiniz. Elə bir, xoş gələn bir toxunuş. O yoldan istifadə edir. Digər şirkətlər o yoldan istifadə edə bilməz. Çünki artıq o müəllif hüququdur, bəli. Michelin də bu yoldan həll etmir, öz yolundan həll edir. Beef Goodrich öz yolundan həll edir. Hətta bu slayda siz baxsanız, Kənan bəy çəksə görsəniz, bu hərflərin özünün içində də müxtəlif həll yolları var. Sadəcə, yəni Black Sidewall-la Black Serrated Letters'ın arasında nə qədər fərq var, görülür. Slaytda görünür. Burada şaquli xətlər var, konturun içində. Amma yenə də burada isə üfüqi xətlər var. Bunlar fərqlidir. Yenə də o üçüncü var, nə idi adı? Çin. Prince şirkəti. Prince. Yenə də bu daha maraqlıdır, daha cəlbedicidir və əmin olun ki, bunun satışı daha çox olacaq. Sırf ona görə. Bu şirkətin təqdim etdiyi 3D print seriyası, Prince şirkəti. 3D də olsa qalır da o. O 3D-dir, bəli. Bunun qarası da var, yəni sadəcə black versiyası da var. Bu bir xəttdir və onun black versiyasında olan şinlər daha çoxdur. Bu iki şin onların içində sadəcə bir iki modeldir. Biz təsəvvür edirik ki, maşının da gərək belə bir neon yaşıl rəngi olsun. Hədə var da, var. Və yaxud da belə olsun ki, o ümumiyyətlə ora bir sinxronlaşsın və ümumi bir təsəvvürat göstərsin. Və belə maşınlar kifayət qədər var. Hətta üstündə kantu olanlar var, neon rəngində. Gəlin razılaşaq ki, çoxluq təşkil eləmir. Yəni, Çin maşınlarında əksəriyyətində biz o elementləri tapa bilərik. Tapa bilərik, axtaran tapar. Çin maşınlarını tapa bilərik, amma indi klassik bildiyimiz digər avtomobillərdə olmayacaq. Amma yəni maraqlıdır. Maraqlıdır və hələ görürsünüzmü, biz təkərin keyfiyyətindən danışmırıq. Bir dənə bu element artıq bizə bəs edir ki, mən o təkərdən. Bir mövzu açılsın və mövzu ətrafında danışaq. Məsələ budur. Hər halda biz səbəbini istəyirik izah edək, deyək. Cavid bəy ona görə sağ olsun bizə ümumi təkər bazarında vəziyyət necədir onu göstərdi. Real olaraq da radiusda nə var onu da göstərdik. İndi artıq qalır sizin şərhləriniz və sizin bu mövzuda olan düşüncələriniz. Ki, bu da təbii ki, sonra radiusun növbəti sifarişlərində onların təkərə baxışına əlbəttə təsir edəcək. Belə, çox sağ olun.